Salam, biz bugün baxacağıq Məni candan usandırdı qəzəlinin təhlilinə. Birinci beytdə deyir ki, məni candan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı? Yəni burada müəllif demək istəyir ki, sevgili məni canımdan usandırdı, cəfa etməkdən usanmazmı? Yəni məni əzab əziyyət verməkdən usanmazmı? Yəni bezməzmi? Ahımdan fələklərin yandığını bildirir. Yəni ahımdan fələklər yandı. Mənim amma arzumun şamı yanmır deyir. Yəni yanmazmı belə sual eləyir. Bədii sual verilir burada. Niyə bədii sual adlandırırıq bunu? Çünki burada bu suallara cavab tələb olunmur. Yəni bu bədii sualın digər adı retorik sualıdır ədəbiyyatımızda. Bu suallara cavab tələb etməyən suallardır. Biz buna canın yandığını, bəli sənin canın yanır və yaxud da yanmır demək olmaz. Yəni bunu belə deyə bilmirik də. İkinci beyt isə deyir ki, burada qan bimarinə canan, dəvai dərd edər ehsan, neçin qılmaz mənə dərman, məni bimar sanmazmı? Deməli, burada deyir ki, sevgili bütün xəstələrin dərdi üçün dərman olur, onlara dərman verir, amma mənə dərman vermir. Yoxsa məni xəstə bir aşiq hesab eləmirmi? Və bu beyt daha çox ilahi məzmunu ilə seçilir. Yəni, bu daha çox Tanrı ilə, Allahla bağlı olan bir məzmunda olduğuna görə ki, hansı ki, bütün xəstələrin dərdinə dəva tapan Allah olduğuna görə, yəni bu real bir gözlə aid eləmək bunu o qədər də yəni düzgün səslənməz. Daha sonra deyir ki, qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən, desəm ol bi vəfa bilmən, inanarmı, inanmazmı? Yəni deyir ki, mən qəmimi pünhan tutardım, yəni gizli saxlayardım. Pünhan gizli deməkdir. Dedilər yarə qıl rövşən, yəni mənə deyir məsləhət gördülər ki, dərdini yarə qıl, yəni sevgiliyə get, dərdini aç. Sonra deyir ki, desəm ol bi vəfa bilmən, inanarmı, inanmazmı? Yəni mən deyir dərdimi açıb ona desəm, o bi vəfa bilmirəm, mənim eşqimə inanacaqmı, yoxsa inanmayacaqmı? Yəni bu hələ sual altındadır və ehtimaldır. Yəni inana da bilər, inanmaya da bilər. Və bu beytdə müəllif öz sevdiyini bivəfa, yəni vəfasız adlandırır, yəni sədaqətsiz adlandırır. İkinci beytdə, daha sonraki beytdə isə deyir ki, şəbə hicran yanar canım, tökər qan çeşmə giryanım, oyadar xəlqə əfxanım, qara bəxtim o yanmazmı? Yəni ayrılıq gecəsi canının yandığını bildirir, gözləri qanlı yaşlar tökür. Sonra fəryadım, əfxanım xalqı oyadır, amma qara bəxtimdir oyanmazmı? Belə özünə sual edir. Daha sonra deyir ki, gül rüsxarına qarşı gözümdən qanlı axar su. Həbibim, fəsli güldür bu, axar sular bulanmazmı? Yəni gül yanağını gördükdə, gül yanağına qarşı gözümdən qanlı sular axır deyir. Ey sevgilim, gül mövsümündə axar sular bulanmazmı? Belə deyir və burada da hadisələrin biz gül mövsümü yaz fəsli olduğuna görə hadisələrin burada yaz fəslində olmasını görürük. Ki hansı ki digər başqa əsərlərimiz də var ki bizim ədəbiyyatda hadisələr orada da yaz fəslində olurdu. Məsələn, Leyli Məcnunda və yaxud da Dəhnamədə, Xətainin Dəhnaməsində də hadisələr bahar fəslində olurdu. Yəni baharla da yaz eyni anlayış olduğuna görə hadisələrin yaz fəslində olması bu əsərlər üçün ortaq cəhət sayıla bilər. Sonra deyir ki, demək deyildim mən sənə mail, sən etdin əqlimi zail, mənə tən eləyən qafil səni görcək utanmazmı? Yəni demək istəyir ki, mən sənə meyilli deyildim, sən mənim ağlımı sərdən, yəni başımdan aldın. Yəni sənsən də mənim ağlımı başımdan alan, məni yox eləyən sən oldun. Sən mənim əqlimi zail elədin, yəni xarab elədin. Bu eşqdən dolayı mənə tən eləyənlər, yəni ki, mənə lağ eləyənlər bu eşqə görə, məni qınayanlar bu eşqə görə sənin gözəlliyini görüncə utanmazlarmı? Sonra Füzuli rindu şeydadır, həmişə xəlqə rüsvadır. Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı? Yəni Füzuli burada axırıncı beytdə demək istəyir ki,
Füzuli eşqin təsirindən, eşqin ucbatından dəli olmuş bir rinddir. Bu səbəbdən də daim dillərə düşmüşdür. Xalqa rüsvaydı, yəni xalqın içərisində biyabır olubdu bu eşqə görə. Şairə sual verin ki, bu nə cür bir sevgidir? Bu sevgidən usanmayacaqmı? Deməli, bu əsərin həyatı əks etdirmə növü lirik növdədir. Janrı qəzəl janrındadır. Qəzəlin qafiyə quruluşu A, B, A, C, A, Ç, A şəklindədir. Dili ana dilində yazılıbdır, yəni ərəb fars dilindən çevrilmə deyil. 16-cı əsrin məhsulu olan bu əsər dilinin şirinlik və cəlb edici olması baxımından da müasir oxucunu valeh eləyir. Ondakı alınma sözlər məzmunun başa düşülməsindən maneə olmur. Əruz vəznində yazılıbdır, həzəc bəhrində yazılıbdır və məfailün təfiləsinin 4 dəfə təkrarlanması nəticəsində yaranmışdır. Mövzu olaraq məhəbbət mövzusunda yazılmışdır. Şeir oxuduqca saf, dərin məhəbbətlə sevən və sevgisi yolunda sonsuz əzab-əziyyətləri qatlaşan real bir aşiq obrazı gözümüzün önündə canlanır. Lakin əsərdə ilahi məhəbbətin sədaları da güclüdür. Sonda müəllif ismin çəkilsə də özünə müraciəti onun yoxdur. Çünki ey Füzuli falan demədi. Sadəcə öz adını çəkdi. Füzuli rindi şeydadır. Həmişə xəlqə rüsvaydır dedi. Qəzəlin hər bir beytində bədii suallar işlənmişdir. Yəni hər bir beytinin ikinci misrasında, ikinci sətrində bədii suallar işlənmişdir. Bu beytlərin təhlilinə gəldikdə deyə bilərik ki, şair İlk beytdə sevgilisinin nazından, cəfasından təngə gəldiyini, artıq bezdiyini, cana doyduğunu bildirir və yorulduğunu deyir. Ancaq sevgilisini naz eləməkdən, əziyyət verməkdən usanmır sevgilisi. Şair candan usandırdı ilə yar usanmazmı söz qrupu ilə bədii təkrir yaradıbdır. Və misraların sonunda bədii suallardan istifadə edib də ahının gölləri yandırması artıq bu mübaliğədir, çünki şişirtmədir. Həqiqətən belə bir şey mümkün deyil olması. Yəni hadisələr şişirdilirsə bu mübaliğə olurdu. Əgər mübaliğənin əksini soruşsanız, bu artıq litota olacaq. Çünki burada litotada hadisələr əhəmiyyətsiz şəkildə, yəni təqdim olunur ictimaiyyətə. Sonra ikinci beytdə isə deyir ki, ifadə olunmuş fikir məşuqəyə, yəni sevilən qıza aid eləmək təbii ki, mümkün deyil. Bunu bayaq da vurğulamışdım. Burada sufizm düşüncəsi işığında Allah nəzərdə tutulmuşdu. Yəni burada Füzuli sufi şair olduğuna görə sufizm düşüncəsi burada işığında Allah nəzərdə tutulmuşdu. Şair sevgilisinin öz eşqi ilə xəstə olanları gözəlliyi ilə müalicə elədiyini bildirir. Və bunun tam əksinə isə sevgili şairə heç bir üz vermir, onu yəni özünə qətiyyən yaxın buraxmır, yaxınlaşdırmır onu özünə. Şair də bu vəziyyətdən narahat olduğunu dilə gətirir. Yəni burada bimar, yəni xəstə sözü ilə dərd, dərman sözləri ilə bədii təzad yaratmışdır və ikinci misrada isə burada artıq ikinci misrada bədii sualdan istifadə eləmişdir. Şair növbəti beytdə həqiqətən də cavabını bilmədiyi bir sual verir. Yəni şairin tərəddüd içərisində olduğunu görürük ki, burada hansı ki o sualı idi ki, orada deyir ki, desəm ol bil vəfa bil, mən inanarım, inanmazım. Yəni tərəddüdlə deyir bu, demək eşqimi deyir ki, mən yara, canana, yəni sevgilimə açıb desəm, o mənə inanıb inanmayacağı bəlli deyil. Ona görə bu sual tərəddüd içərisində verilirdi. Davam edirik. 4-cü beytdə isə deyir ki, şair verdiyi sualın cavabını özü yaxşı bilir, yəni qara bəxtinin dəyişməyəcəyindən əmindir. Buna klassik şərq ədəbiyyatında təcahül-i arif, yəni özünü bilməmiş kimi göstərmək deyilir. Yəni bu şəkildə deyilir şərq ədəbiyyatında bu məsələyə. Gözlərindən yaş yerinə qan axması artıq mübaliğə sayılır. Çünki yəni belə bir şey həqiqətən ola bilməz deyə bu mübaliğə sayılır. Yəni şişirtmədir bu, hadisələrin şişirdilməsidir. Sonuncu misrada isə bədii sual vardır. 5-ci beytdə isə deyir ki, işlənmiş gül yanaq, burada 5-ci beytdə işlənmiş gül yanaq, yəni Həbibin fəsli güldür, bu axarsular bulanmazmı həmin misrada işlənmiş burada gül yanağı ifadəsi epitetdir, yəni məcazi mənadadır.
Epitetin də digər adı bədii təyindir. Göz yaşlarını axar suya bənzətməklə mübaliğə yaratmışdı. Şair burada yaz fəsli yerinə fəsli gül ifadəsini işlədərək metonimiyadan istifadə eləmişdi. Yəni metonimiya ad dəyişmə deməkdir. Gül fəsli, yəni yaz fəsli, bahar fəsli yerinə fəsli gül deməklə burada metonimiyadan istifadə edir burada şair. Sonuncu misrada yenə ritorik sualdan istifadə edilmişdi. 6-cı beytdə Yusif və Züleyxa qissəsindəki bir hadisəni də xatırlatmaqdadır. Yəni Züleyxa qulu Yusifə aşiq olmasını qınayan varlı, soylu qadınları qonaq çağırır və əllərinə bıçaq verir. Yusifi görən qadınlar onun gözəlliyi qarşısında əllərini kəsirlər. Bu hadisədən sonra Züleyxadan üzr istəyirlər. Şairin bu hadisəni 6-cı beytdə öz hiss və duyğuları öz halı ilə əlaqələndirməsindən klassik ədəbiyyatda təlmih deyilir. Beytin sonuncu misrasında bədii sualdan istifadə edilmişdir. Sonuncu beyti anlamaq üçün farsça olan söz rind kəlməsini anlamaq lazımdır. Rind sözünün dünyanın fani olduğunu bilib geniş mənada dünya malına beyanə olan, dünyadakı şöhrətə, vəzifəyə fikir verməyən, istəməyən, öz könül dünyasında yaşayan kamil insan deməkdir. Rind-u şeyda divanə rind, yəni eşqin təsirindən dəliyə dönmüş deməkdir. Yəni orada beytdə deyirdi ki, Füzuli rind-u şeydadır, həmişə xəlqə rüsvadır. Yəni Füzuli eşqin, yəni məşuqənin eşqinin təsirindən dəliyə dönmüş bir aşiqdir. Yəni özünü belə adlandırır. Daha sonra qəzəlin əksər beytlərində lirik qəhrəmanın yara, canana münasibətində sufiyanə məhəbbətin əlamətləri duyulur. Ən çox da duyulan beyti qam bimarinə canan, dəvayı dərd edər ehsan, neçin qılmaz mənə dərman, məni bimar sanmazmı beytidir. Qəzəldə lirik qəhrəmanın, yəni aşiqin səciyyəvi xüsusiyyətləri ilə diqqəti cəlb edən bitkin, parlaq obraz yaradılıbdır. O, səmimi, sədaqətli və cəfakeş bir obraz kimi dəyərləndirilir. Birinci misradan sona kimi ahın ailəsi, şikayətləri kəsilməyən aşiqi, aşiq dərdini, kədərini, həyəcanını elə yanıqlı və təsirli bir dillə bəyan eləyir ki, ona inanmamaq qeyri-mümkündür. Yəni, mümkün olmur. Ona inanmamaq qeyri-mümkündür. Yəni, biz ona inanmalıyıq. Biz onun aşiqin hisslərinə inanmalıyıq. Məşuqənin cəfasından usansa da, ahının odu fələkləri yandırsa da, gözləri qanlı yaşlar axıtsa da, o tutduğu yoldan dönməyi xəyalına belə gətirmir.